Xanım səfərə çıxır, özünə dost axtarmağa gedir. Gəlib bir çobana rastlaşır. Qara qız, hara belə? Mən qara qız deyiləm. Mən Tık-tık xanıyam. Başa düşdün? Yaxşı, Tık-tık xanım, hara belə? Çölə gedirəm, özümə üçün dost axtarıram. Dost axtarsan, mən hazır. Və sən məni nə ilə vurarsan, ay çoban? Tık-tık xanım yoluna davam edir, gəlir bir tülküyə rastlaşır. Duzlu xanım, Nazlı xanım, hara belə? Mən Duzlu və Nazlı xanım deyiləm. Tık-tık xanımam. Başa düşdün? Yaxşı, hara belə ay Tık-tık xanım? Çölə gedirəm, özümə üçün dost axtarıram. Dost axtarsan, məndən də yaxşı dost. Və sən məni nə ilə vurarsan? Salaram sənin dişlərimə. Tülkü ilə çobanla dostluğu alınmayan Tık-tık xanım yenə yoluna davam edir. Tık-tık xanım, saçı Süraya xanım, hara belə? Özümə üçün dost axtarıram. Dost axtarsan, gəl dost olaq. Və sən məni nə ilə vurarsan, ay çiçan? Quyruğuma yağ çəkərəm, bal çəkərəm. Yanağına xal çəkərəm. Yaxşı, mən hazıram. Böyle. Xanım və bəy pişiyin toyudur. Gedib oradan yemək yığıb gətirməliyəm. Bəs mən? Oraya getmək xataldır. Sən ev eşiyə bax. Siçan gedir pişiklərin evinə, lakin Tık-tık xanım yemək yeyəndə düşür bir dərin suya və Siçana xəbər verirlər ki, Tık-tık xanım suda boğulur. Əlimi bəstələcəyik. Küs dərəcik, Əlimi bəstələcəyik. küs dərəcik. Quyruq üstələcəyik. Quyruğundan tutarsan.